Azərbaycandan Ukraynaya humanitar yardım məqsədi ilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib. Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator, eləcə də 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon Birləşmiş Ştatlar dollarıdır. Azərbaycanın humanitar yardımı Ukrayna üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığımızı bildirmək istəyirəm. Dəstəyinizi yüksək qiymətləndiririk. Humanitar yardım paketi bizim üçün çox vacibdir. Xüsusən də qış mövsümündə Rusiyanın elektrik enerjisi infrastrukturuna hücumlarından sonra biz də həmişə Azərbaycan xalqı ilə həmrəyik və onun ərazi bütövlüyünü, suverenliyini və azadlığını hər zaman dəstəkləyirik. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidən qurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon Birləşmiş Ştatlar dollarını keçib.